Rəqsanə İbrahimzadə müsahibi vasitəsilə bizə detalları izah eləyəcək. Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, vurğuladığın kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə düzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün elektron reyestr sistemini yaradıb və istifadəyə verilib. Yəni, sözü gedən bu elektron reyestr sistemi əmək və məşğulluq alt sistemində yaradılıb. Daha təfərrüatlı informasiyanı ilə hazırda qonağım Sosial Tərəfdaşlarla İş Departamentinin müdür müavini Vüqar İmanovdan əldə edəcəyik. Xoş gördük, Vüqar bəy. Buyurun, təfərrüatlı informasiyanı sizdən əldə edək. Xoş gördük. Mən də sizi və iş növbədə tamaşaçıları salamlayıram. Qeyd etdiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğul Agentliyi olaraq əmək bazarında şəffaflığın artırılması və ümumi olaraq Dövlət Məşğul Agentliyində qeydiyyatda olan iş axtaran və işsiz şəxslərin məşğul imkanlarının qiymətləndirilməsi və məşğul imkanlarının əhatə dairəsinin artırılmasında yeni proqramlar, aktiv məşğul tədbirlərlə icra olunur. Qeyd edildiyiniz yeniliklərdən biri də işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestrinin elektronlaşmasıdır. Bu reyestrin elektronlaşması nəyə etibar edir özündə, məqsədi nədir? Mən bu barədə ilkin olaraq qısa bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Məqsədimiz burada ümumi olaraq əmək bazarında sırf işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslərə dair, yəni vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslərə dair məlumatların elektronlaşdırılması, mərkəzləşdirilmiş vahid informasiya sistemi bazasında vahid bir pəncərə sistemindən idarə edilməsidir. Bu proqram vasitəsilə işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslər ay ərzində onlara müraciət edən vətəndaşlar barədə məlumatların toplanılması, Dövlət Məşğul Agentliyi məlumat mübadiləsi əsasında işə düzələnlərin sayı, müraciət edənlərin sayı, peşə ixtisasları barədə məlumatların təqdim edilməsi tərəfimizə ötürür və bunun əsasında da ümumi olaraq agentlik tərəfindən həmin sahədə fəaliyyət göstərən işə götürənlərlə məlumat mübadiləsi olur. İş axtaran və işsiz vətəndaşlarımız da bu reyestrdən aktiv şəkildə istifadə edə bilərlər. Vətəndaşlar üçün də bu reyestrin mahiyyəti və məqsədi nədən ibarətdir? Artıq bildiyiniz kimi mütəmadi olaraq biz daim eşidirik ki, bu sahədə fəaliyyət məşğul olan vasitəçilər var. Bəzən vətəndaşlarımız aldadılma halları və digər hallarla rastlaşırlar. Bu halda, yəni reyestrin elektronlaşması da bu kimi halların qarşısının alınmasında mühüm rol oynayacaqdır. Məqsəd ondan ibarətdir ki, artıq vətəndaşlarımız da həm Dövlət Məşğul Agentliyi və dost mərkəzləri vasitəsilə məşğul imkanlarla istifadə etməklə yanaşı, hansı ki, işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan işə götürənlər də müraciət etdiyi təqdirdə artıq agentliyin rəsmi internet səhifəsində rəsmi elektron qaydada keçmiş işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan işə götürənlər barədə məlumatı əldə edə biləcəklər ki, artıq həmin hüquqi şəxslər rəsmi olaraq dövlətdə qeydiyyatdan keçmiş məlumat mübadiləsi var. Bu da bir növ həmin vətəndaşların dediyimiz halda aldadılma halları və digər çərçivədə olan xüsusi halların minimum səviyyədə risklərinin aşağı salınmasına öz rolunu oynayacaqdır. Və bu çərçivədə də işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan işə götürənlər də ümumi olaraq, rəsmi olaraq agentliyin qeyd elədiyiniz kimi əmək və məşğulluq alt sistemindən və agentliyin Dövlət Məşğul Agentliyinin rəsmi internet vasitəsilə müvafiq keçid etməklə reyestrdən qeydiyyatdan keçə bilər və hər ay mütəmadi şəkildə məlumat mübadiləsi əsasında onlara müraciət edən vətəndaşlar barədə məlumatların agentliyə ötürülməsini təmin edə bilərlər. Mən bu sizin vasitəsilə istifadə edərək, yəni bir növbədə həm işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslərə çağırış edərdik ki, yeni sistemdən aktiv şəkildə istifadə etsinlər. Çünki bununla bağlı müvafiq olaraq qanunvericiliyin tərəfləri vardır ki, işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslər birmənalı qaydada rəsmi olaraq agentlikdə qeydiyyatdan keçməli və mütəmadi şəkildə elektron qaydada məlumat mübadiləsi etməlidirlər. Vətəndaşları da çağırımı ondan etmək istərdik ki, əgər ümumi olaraq sırf işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslərə yaxınlaşdırıldığı təqdirdə agentliyin Dövlət Məşğul Agentliyinin rəsmi internet səhifəsində bizim reyestrlər bölməmiz var. Hansı ki, sırf agentliyə müraciət edən və qeydiyyatdan keçən işə düzəlmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslər var. Həmin siyahıya daxil olmaqla həmin vasitəçilik fəaliyyətlə məşğul olan şirkətlər barədə məlumatla tanış ola bilərlər. Təşəkkür edirəm ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Elə bir daha xatırladım ki, sözü gedən elektron reyestrin yaradılması məlumatların elektronlaşdırılmasına xidmət göstərir və eyni zamanda həm işə götürənlər, həm də iş axtaranlar üçün yəni onların fəaliyyətində baş verə biləcək mənfi halların qarşısının alınmasına xidmət göstərir. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatı bizə ötürdüyünə görə.